Hər vaxtınız xeyir olsun. Bu səbətimiz yığılır. Yığa-yığa çəkiliş edirik, baxın. Bu səbətimizin qiyməti 500 manatlıqdır. Bir-bir yığırıq, bax boş səbətdir. Yığa-yığa indi çəkiliş edirik, baxın. Gəl, bir dənə, bax əmlik quzudur, 7 kiloluq. 7 kiloluq bir dənə əmlik quzudur. Quzuya səliqəli bükələmişik, altına da buz qoyulub ki, məhsul geçsin, keyfiyyətdə çıxsın. Buz qoyulub altına da baxa bilərsiniz. Qəşəng əmlik quzudur. Səhər-səhər tezdən kəsilib, ürəyini istəyir. 2 kilo sümüksüz laskara tikə danatı qoyulacaq. İndi bükəlirik. 2 dənə də kənd çolpası səhər-səhər kəsilib. Bu da qəşəng səliqəli bükələnib. Gət bunlar da bükələ. Ətdə bükələnib belə səliqəli. Ət məhsullarının altına 2 dənə kənd çolpası da qoyuldu. Bu da kənd çolpası qoyuldu. Əti də qoyum mal ətini. Mal ətində qoyulur. Baxın, altına buz qoyulur. Mal ətində altına belə buz qoyulur. Və mal əti, laskara tikə. İndi üzərindən kağız salınacaq ki, ət məhsulları başqa məhsullara maneçilik törətməsin. Belə kağızlar salınır ət məhsullarından sonra. Səliqəli. İndi ağartılar yığılacaq. Döyğanı gətir, balı gətir. Gəncə döyğası qoyuldu. Seh balı qoyuldu. Camış qatığı, bu da nəhrə yağı qoyuldu bankada. Yerli alması da qoyuldu. Şirin alma. Danayel xiyarı qoyuldu. Qoy, fındıq da qoyuldu. Təzə fındıq. Deməli, qardalısı da qoyuldu, yemişi də qoyuldu, nəhrə şoru da qoyuldu, kənd süzməsi də qoyuldu. Qəşəng qablaşdırılıb, ətrafına da buz qoyulub. Başqa şeylər də yığırıq. Badımcan bibarı da qoyuldu, baxa bilərsiniz. Pomidoru da qoyuldu. Qaymaqdır, qaymağın da altına belə buz qoymuşuq, lobyasını da qoy. Altına buz qoymuşuq ki, məhsul geçsin, keyfiyyətə çıxsın. Baxın, buz qoyulub altına qoy. Lobyası da qoyuldu. Topalasanın lobyasıdır. Təzə pendiri də qoyuldu. Qoyun pendiri. Onu da yanına buz qoymuşuq ki, məhsul geçsin, keyfiyyətli çıxsın. Meyvələr də hamısı yığılır. Lavaşı da qoyulur. Təndir çörəyi də qoyulur. Üzərinə meyvələr qoyulacaq. Meyvələrin də hamısı dəndən seçildi. Baxın, incilinə kimi. Nektarını, şaftalını, zoğalı, moruğu, hər şey qoyulub. Şirin çörək də qoyulub.